Salam, bugün enginar dolması hazırlayacağım. Lakin videoya keçmədən əvvəl enginarın faydaları haqqında qısa məlumat vermək istəyirəm. Enginarın yarpaqlarında mineral duzlar, silmarin, inulin, A, B1, B2, C vitaminləri, kalium, üzvü turşular, bu kimi bir çox vitaminlərdən ibarət olan çox faydalı bir bitkidir. Buna görə də bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bədəndən toksinləri, ağır metal duzlarını, ürək bulanma, ağırlıq hissi, şişkinlik, qaraciyər funksiyasından qaynaqlanan ağrılar, öd daşı xəstəlikləri, eyni zamanda qanda yağ və xolesterin səviyyəsini aşağı salır, bağırsaqları stimullaşdırır və qəbizlik müalicəsində faydalıdır. Bunun kimi faydalı olan bitkiləri mütləq şəkildə qida rasionumuza əlavə etməliyik. İlk öncə dolmalıq enginarların sərt yarpaqlarından təmizləyib, bıçaq dəydirdiyimiz hər bir yerinə mütləq şəkildə qaralmaması üçün limon gəzdirməliyik. Yarpaqların bir qisminə su əlavə edib, 20 dəqiqə qaynadıb, 10 dəqiqə dəmləyib, süzürük. Təmizlənmiş enginarlar biz bişirənə kimi qaralmasın deyə mütləq şəkildə limonlu su hazırlamaq lazımdır. Buna görə soyuq suya yarım limon suyunu sıxıb, bütün təmizlədiyimiz enginarları bu suda gözlədirik. Enginarı gövdə və saplaq olaraq iki hissəyə ayırırıq. Sərt yarpaqlarından təmizlənmiş enginarın orta hissəsi gül və tüklərdən ibarət olduğu üçün o hissəni enginardan təmizləmək lazımdır. Qaşıq və ya bıçaq köməyi ilə enginarın gül hissəsini tamamən oyuruq. Oyduğumuz hissə qaralmaması üçün mütləq şəkildə limon gəzdirmək lazımdır. Saplaq hissəsində isə enginarı kəsən zaman orta hissəsində ağ gövdə görürük. Bu yeyilən tərəfidir. Dolmanı istədiyiniz formada hazırlaya bilərsiniz, lakin mən bugün ətli formada hazırlayacağam. 250 qram qiyməyə 25 qram göy soğan, 1 ədəd kiçik ölçülü baş soğan, 25 qram kişniş, 25 qram şüyüd, 2 xörək qaşığı düyü, 2 diş sarımsaq, zövqə görə duz istiot və quru nanə əlavə edib qarışdırırıq. Enginarın götürdüyü qədər içliyi doldurub üzərinə vişnə qoyuruq. Enginarın saplaqlarını və hazırladığımız dolmaların üzərinə kərə yağı qoyub, daha öncədən qaynatdığımız enginar suyunu qazana əlavə edib, əvvəlcə gür odda, daha sonra vam odda təxminən 1 saat müddətində bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun. İnanılmaz ləzzətli və görüntüsü ilə də göz oxşayan bu dolmanı hazırlamağınızı tövsiyə edirəm. Videonu bəyəndinizsə videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağ olun.